Qədirxum gününün namazı. Qədirxum günü ən böyük bayramdır. Savabdır həmin gün 2 rükət namaz qılınsın. Həcdə olanlar, imkanı olanlar Qədirxum vadisinə getsinlər. Qədirxum adlanan məntəqədə İmam Sadiq əleyhissalam buyurduğuna əsasən orada namaz qılsınlar. Əgər imkan varsa. Amma olmayanlar harda olursa olsun qüsul versin. Qədirxum gününün qüsulunu verirəm qurbətən iləllah. Ondan sonra zöhr namazından qabaq, yaxşı olar yarım saat qabaq 2 rükət namaz qılsın. Hər rükətdə 10 dəfə Qul Huvallah surəsi, yəni Tövhid surəsi və 10 dəfə Qədr surəsi və 10 dəfə Ayətəl Kürsünü oxusun. İkinci rükəti də birinci rükət kimi qılsın. Namazın salamını verəndən sonra səcdəyə getsin və 100 dəfə Allaha şükr etsin. Yaxşı olar bir dua da var Məfatih Cinan kitabında, imkanı olanlar onu oxusunlar. Hər kəs bu namazı qılarsa, İmam buyurur ki, əleyhissalam, sanki Qədirxum günündə Peyğəmbərlə İmam əleyhissalam olanda beyət eləyənlərin savabında o da şərik olar. Əlavə də o insanlara həcc və ümrə savabları verilər. O qədər əhəmiyyətli namazdır ki, İmam Sadiq əleyhissalam buyurub ki, həmin gün o namazı qıla bilməyənlər onun qəzasını qılsınlar. Vacib deyil, savab namazdır. Amma o qədər təkid olunub ki, bəzi hətta alimlər buyururlar ki, yeganə qəzası olan bir neçə müstəhəbbi namazdan biri də Qədirxum gününün namazıdır. Hətta qəzasını belə əldən verməyin.